Salam əziz dostlar. Bugünkü verilişimizdə Hüseyin zarafat eləyəcək. Mən də sən zarafat zarafat deyil. O belə idi amma. O deyil. Doğrudan bir dənə zarafat gəlib ağlıma, sən deyim. Elə deyil. Qurtlar Vadisində sualtı dünyasının mafiyasının və sualtı dünyası mafiyasının liderinin adı nə idi? Nə idi? Vadalaz Ziya. Yaxşı. Bugün deməli Hüseyin bir siyahı hazırlayır. Biz o siyahını tapırıq. Bəli. Adətən sıralama onda nədir və Elçin onları təxmin etməyə çalışır. Mən də onların sırasını deyəcəm. Başlayaq da. Başlayaq. Uzatdıq, çox uzandı. Evet. Dünyada ən səfalı yerlər. Sənin üçün səfalı yer, bəlkə varsa. Quba. Quba. Bəli, Quba siyahıda yoxdur. Kürdəmir onda da. Məncə Qəbələ. Siyahıda var Qəbələ. Qəbələ siyahıda yox. Bəlkə də 9. Siyahı niyə? Burada əksiliyi var, 8 dənə yer var. 10 dənəli siyahıda 8'lik yok de dünyada. 5'lik var, 10'luk var. 8'lik necə ola bilər? Ay ölürəm. 9 ilə 10 boş qalır. Bir dənə də təxmin alaq Qubadan başqa. Bilmirəm. 8-ci yer. 8'lik yerlər ola. Müdirin otağı. Yoltaq redaktor var ha yəni. Müdürün otağı var. Müdirin otağı niyə ən səfalı yer olur? Ne yaşayıbsa orada bilmirəm müdürün otağında ona səfalı. İkinci yeri də görüm nədir. İkinci yerdə dəniz qırağı axşamüstü. Ən səfalı yer. Düşüydü bu redaktor. Neyse da yazımı çox təhqir elədik. Neyse. Doğrudan səfalı yerdir. Dəniz qırağında axşamüstü. Ağcaqanad orada düz İndi gecə olub, vaxtı. dəhşət bu çəyirtkələr artıq. Çəyirtkələr artıq Dəniz onda. qırağının Cora dildə. Görmüşəm. Çəkişə getmişdi ora. Həqiqətən artıq bəli, gecə Nə boydaydı? bu boydası var idi. Nə yaxşı, bu boyda çəyirtkə olur. Üst-üstə idilər. Onlar da Bir-birinin üstünə çıxmışlar. Barış da ayağıma bastın, biz biraz yaxın oturmuşuq. Ayaqların uzun desən. Dəniz kənarı o məncə baxır insana da, yəni oradan da. Mən məsələn Yanında kim ayağıma var? qum dəyən, ayağımda kim dinozavr o zaman. Yəni ayağıma qum girirsə mən narahat oluram. Görüntü olaraq ola bilər. Çıngıllı yer etmək lazım. Bu qalan Sən ayağa çıngıl. çıngıl deyilsin. Görüntü olaraq ola bilər, amma səfalı deyil məncə. Siyahı səhvdir. Amma mötəzədə axşamüstü yazıb. Axşamüstü bu arada dənizdə heç nə görünmür. Qaranlıq olur. Amma yox, gün Sən batımı görməyə varsa. bilərsən. Bəlkə mən görürəm. Eynəyimi taxsam bəlkə də. Görünür az. Ayın işığı vurur. Türklər ona yakamoz deyir. Bizdə onun adı nədir? Yakamoz. Rafet Elroman mahnısında var. Yakamoz ne kabuk baba. Elə deyil, amma Bilmirəm, uydurdum sözlərini. Ay suyun üstünə vuranda o belə görünən görüntüyə yakamoz deyirlər. Bir dənə də olar təxmin alım səndən. Məncə kondisionerin altı yayda istidə. Yayda? Uzanırsan belə. Birinci sırada. O, dəhşət. dünyada. Hə. Məndən eyni ağıldadır redaktor. Onda bir dənə təxmin elə 3-cü sırada nə var? Yəni qışda məsələn nə? Qışda Hə. kamenin qabağı. Ay sağ ol. O da 3-cü sıradadır. Doğrudan. Yox. Kamen ola bilər. Kamen səfalı deyil, ora rahat ola bilər. Relax. Səfa eyni sözdür, görəsən. Səfa. Relax Mehdi, yaxşı nəsə. Amma doğrudan hal-hazırda kondisioner ehtiyac var. Biraz da güllük, Əslində tərlədik. söründüm mənə bura. Bilmirəm, bir dənə də. Səfalı. Bir dənə də kondisioner ehtiyac var. Ola bilər. Qışda doğrudan radiatorun ya da isti bir peçin yanında ləzzət edir adam. Təbii ki, indi radiator idi, amma biz o vaxt uşaq olanda qaz peçi idi. peçi. Qabağında Bizim da vaxtımızda- qoyun yunu, üstündə uzanırsan, bir saat sonra üzün yanırdı, qıpqırmızı olurdu. Dururdun. Bizdə ceyran peçi idi. Bizdən də kasıb Biz olmuş. ceyran saxlayırdıq. Yox. Bildiğin ceyran idi, ceyranın içi yanırdı. Yəni od atırdı. Qışqırdı. Yox, bizdə kamen var idi. Biz imkanlı olmuş. Amma ancaq kamen var idi. Yandırma. Kamende yaşayırdıq biz. Onda 7-ci sıranı deyirəm. De- Hazırsan? Hazıram. Kölgədə plastik stul. Kölgədə. O yaxşıdır. Niyə Amma doğrudan sənə deyim, o bir plastik də stul. Ağsaqqallar rayonunda zaten kölgədə. Plastik stol yəni ki, nə sərin olur. Bilmirəm, kölgədə günə qoyanda əriyir, oturan kimi yıxılırsan. Sən bunu da get evə. Kölgədə plastik stol məncə yaxşı ola bilər. Stul. Stol yox. Stol. Doğrudan da yəni bir ağacın təsəvvür etmə ağacın altında bir kölgədə. Ağac vardı amma. Nə doğrudan da kölgə var da. Bilmirəm, yerləncə daha yaxşı ola bilər. Yerləncə daha yaxşı olardı. Ümumiyyətlə bunu bu arada redaktor yazmamalıdır. Belə bir sıralama olmalıdır. Onu tapmalıdır. Və onu bu özündən yaz. Özündən yaz. Sonra nə var? Sən denə. Dostumun çiğni. Dostumun çiyini Nə bilmirəm. öləndə.
Aparırlar. 4 Bu nədir? Kimsə belə aparırlar. Budur da. Belə Hərəkət bu deyil. Yox, səhv bax, belə elədin. İstirahət mərkəzləri ola bilər də, nə bilim. O da sırada yoxdur. Yox. Redaktorun sırası. İsti su. İsti su. Masaldakı yoxsa Kəlbəzərdəki. Kəlbəzərdəki. Bizdə Qubada məsələn isti su yoxdur. Ancaq soyuq sudur. İşləmir. Ataplen işləmir. Yaxşı. Tamam. Ciddi olaq, ciddi olaq. Biraz ciddi olaq. Yastayıq ki. Yox, ciddi olaq. Ciddi olaq. Tamam. 3-cü sırada nənəmin kənd evi. Çox pis. Nənəmin kənd evi. Birincisi babamın. Birincisi babanın da o. Nənəmin deyil. Niyə də? Niyə ümumiyyətlə onun redaktorun nənəsinin də abi. Yəni kənd həyatı ümumiyyətlə ola bilər səfalı olsun, amma istirahətə gedəndə, yəni heç kənddəkilər elə də xoşbəxt görünmürlər. Əsəbizə bütün stres. Yayda vəbşəm. Yayda ümumiyyətlə əsəb olur. Bizdə bir qohum var Masallıda. Nə vaxt zəng edir ki, bəs biz gəlmək istəyirik. O bizə deyir gəlməyin. Məsələn deyir, yayda gələrsiniz deyir qıza. Yayda gələrsiniz. Yayda zəng edir, qıza qışda gələrsiniz. Heç vaxt biz o gedib sözlərimіз payız. Onda nə deyəcək? Yazda gələrsiniz. 4 ağacın altı. Onu biz danışdıq axı. Eyni məsələn kölgədə plastik stul. O başqadır. O stuldur. O stul. Tamam. Amma kölgədə kölgə ağacın altındakı kölgə də ola bilər. Hansısa binanın elə bir yaratdığı kölgə də ola bilər. At kölgəsi ola bilər deyir. At kölgəsi. İt yatıb at kölgəsində xəbəri yoxdur qızların. Amma kölgəsiz ağacın altı. Mən təzə əkilmiş ağacın altı bic belə bu boyda. Bic? Bic deyirik biz. Məsələn ağac da düzdürmü? Bir təhqir eləsən. Bic. Orada bitdin sən. Ağac da düzdürmü? Böyük ağacdan. Qıraqlarından bicləri çıxıb. Biz ola bilər. Bic deyirik biz. Bizdir, bizlər. Biz. Zıdır. Mən niyə bic deyirəm? Ağacın altında bic. Ağacın bici. Biclər. Bicdir. Bunlar deyir zıdır görsən. O balasına nə deyirsiniz? Bic bana yaxşı nəsə. Tamam 5 samavarın yanında çay. Ha bu səfalıdır, ola bilər. Samavar üstüvə aşmayana qədər. Samavarın yanında çay. Üçlüvə aşağı. Uşaq oldu. Samavar üçlüvə aşağı. Nənəmin kənddəki evinin həyətindəki ağacın altındakı samavarın yanındakı çay. Ola bilər. Birləşdirmək olar. Hamısını birləşdirdim hə. Və hamısı 3-cü sırada. Ha bu cümlədir, bir sözdür. Sən bu siyah kimi oxuyursan. Bir cümlə kimi oxu. Baba hamısı. Hamısını dedik. Əgər maraqlıdırsa baxırsınızsa, siyahımız yenə 8 dənədir. Çox üzr istəyirəm. Çox üzr istəyirəm sadəcə. Buyur, buyur. Bu 8-dir. Belə çevirəndə burada yoxdur. Prosta soruşuram. Var imiş. Var təəssüf. Bakıda ən çox görüş verilən yerlər. Metroda sosun yanı ən məşhur. Ən məşhurudur. Baxım. Siyahıda 2-ci sıradadır. 2-ci sıradadır, bəli. Metroda sosu yığışdırsalar, nə olacaq bir halımız? kim harda görüşəcək bilmirəm. Hardasan? Metroda hardasa? Məsələn bir Necə deyək? Bax sos yoxdur, yığışdırdıq. Metroda hardasan? Oyda hər metroda fərqli şeylər. Birində lüstr var, birində lüstr yoxdur. Birində heykəl var. Qarayev metrosunda lüstrun altındayam. Baxır məsələn 8 dənə lüstr var. Hamısının altında baxır. Yoxdur da sos, bax yoxdur. Hardasan Hüseyn? Metronun hansı tərəfindəsən? Güzgünün yanındayam ola bilər. Yox, güzgüdə çoxdur. Ağlınıza gəlsə yazın. Metroda sos olmasaydı nəyin yanında? Nəyin yanında görüş təyin eləyə bilərdik, yazın. Nəzarətçinin yanı, amma həmişə yer dəyişir. O da dəyişir. Hara getdi, ora gedirsən belə. Pilləkənin amma yanında. rahatdır da əslində. İlla ki orada olacaq da nəzarətçi. Yəni nəzarətçi tapsan bir ki dostun ordadır, gedirsən. Yox, dəyişir axı, başqa sən də gedirsən də yanı ilə belə gəzirsən. 3 dənə birdən-birə nəzarətçi ola bilər orada. Bax. Qız heykəli var, Targovda, Fəvvarələr meydanında. Tamam. Zontikli. Zontikli onun yanı. 3-cü sıradadır. 3-cü sırada. Çox yaxşı təxmin edirsiniz. Bu siyahı nəsə hakimsiniz. Ümumiyyətlə hər hansı bir metronun qabağı ola bilər. Hər hansı metronun qabağı. Var 9-cu sırada. 9-cu sırada. 9-cu sırada. Nədir? Hansısa bir metro. Hansısa metronun qabağı. O görüş metro olmasaydı nə edərdi bu cəmaət? Əhmədli metrosunun qabağındayım. Bu da adamı yorur. Belə bir şey var. Əhmədli metrosunun içinə çıxışı var. Olsun da. Gör nə qədər yorur. Falan şeyin yanındakı çıxışına gəl. Demək olur. Səncə bulvar neçənci sıradadır? Bu o boyda bulvar. Görüş təyin olması yerdir. Çox az, nadirən olar. Harda gözləyirəm səni bulvarda? O bulvar bilsən nə boyda? Neçə kilometr? Özdə çox bulvar var. Yeni bulvar, təzə bulvar. 5-dədir. 5-dədir. 5-də. Camaat bulvarda görüşür. Kukla teatrının yanına eşitmişəm mən. Onun yerinə Natəvan heykəlinin yanı var. O da var. Düzdür. Natəvan. Amma 11-ci sıradadır. Bu sıralama 11 dənədir. Nə olardı ki, birini çıxardaydın, 10 dənə olaydın, tamamlayardıq. Ola bilər. Natəvan xanımın heykəlinin qabağında. Bu arada Natəvan heykəlinin yanı yazıb. Heykəli. Laçının qabağı. Səncə neçənci sıradadır? Deyək ki, Laçın ticarət mərkəzində. İnşallah. Buradan basıb
500 kilometr Laçına Portalda zaten getməyə. gedəcək. Laçın qabağına Dəxilsiz gəl. deyir Laçının qabağında ya. Laçının qabağında heç gözləmirsən. Olur, olur. Mən heç Laçının qabağını gözləməmişəm. Heç vaxt. Mən gözləmişəm. Mən Laçın ticarət mərkəzində olmamışam. Park ola bilər, hər hansı bir park. Park var imiş. Dağıstı park. Dağüstü. Spoiler Dağıstı dedim park ya. çox köhnədir. Mən Hə, patreliyəm. indi məncə heç kim axıtı yoxdur ora çıxmağa. Dağıstı parkda görüşək. Əvvəlki gənclərin görüş, məsələn sənin Dağıstı görüş park yeri. var idi, bəli, o vaxt. Hamı orada görüşürdü. Hamı yox, var idi. O görüş təyin olunurdu. Neçənci illərdə? 1945. Tamam, bir dənə mən deyim onda. Bravo'nun yanı. Düzdür, Bravo'nun yanı diye bir şey var. Çox Hə, əslində hə. Məndən soruşublar həmişə. Məsələn, burada Bravo hardadır? 100 söz görüş təyin ediblər də. Bravo'nun yanında. Hə. Bu arada Bravo bipləyirik. Məncə bipləyirik. İzləyicilər bilmədi onda nəyin yanı. Prosta yanı oldu. Biri qalıb və Ən 10-cu sırada. Məhlə ola bilər. Yox, nəyin belə deyim də qabağı. Evin qabağı. Ya, evin qabağı deyil. Mumun qabağı. Hə, burada Mum, mum çundur. Çumdur, bəli. Niyə mumdur bəs indi? Bilmirəm. Çünki indi mərkəzi univermaq mərkəzi. Fı-la başlayan Oradan iki hansı dənə sözdür mum var bəs? orada. Mərkəzi univermaq mərkəzi. Mərkəzi un vermək, mərkəzi. Yox. Yox heç şey. Niyə çumuydu? Yəni ki, sentralni univermaq mərkəzi. Mı nədir? Birincisi mərkəzi, ikincisi isə univermaq deməkdir. Univermaq. Sözünün digər mənaları Maqın haqqında mısı? məlumat almaq. Bunu araşdıraq. Xahiş edirəm, bunu araşdırın. Doğrudan bizə maraqlı deyil. Niyə mumdur? Bilmirəm. Başqa verilişə döndü. O ikinci verilişimizdə. Bəli. Dünyada ən populyar evli kişi fobiyaları. Hə, hələ demək. Qorxuları. Hə, Telefon yox, qorxusu artıq. olar. Yəni ki, Telefon qorxusu. Telefon olur. Yəni bir kişi qorxar da telefonunu Telefon qadının əlinə qorxusu keçsin. 5-ci sıradadır. 5-ci sırada. Həyat Mən birə yoldaşının qoyaram. telefonu bura ver deməsi. Hə. Telefon ver bura. Bax, nə edirsən sən orada? O amma intonasiyadan asılıdır. Bax məsələn, telefonu ver bura. Ucu bir dənəsi zibil var. Amma telefon ver bura. Axtaracağam. Ondan da Dilləri də pisdir orada. yoxdur. Ondan Hə, da o daha pisdir. pisdir. Tamam, sən yenə bir təxmin elə. Yerə bir təxmin elə. Yerə, Yerə bir yerə. təxmin elə. Yeni bir Dünyada kredit borcu üçün zəng gələ bilər. O bir dənə kino var elə zəng eləyir deyir ki 7 gün. Hansı bankdır? Bax belə qorxa bilərsən. siyahıda 6-cı sıradadır. Bankdan gələn zəng. Bankdan gələn zəng evli kişi o məncə bütün kişilərin qorxusudur. Plus maaş İnsanların almamısansa. qorxusudur, qadın da qorxur. Maaş almamısansa vəbşən Bəli. fobiyalar. Orada maaş da məncə qorxuya gedir. Evli kişi Maaş almaması. maaş almayanda qorxur. 9-cu siyah. 9-cu Doqquzuncu siyahı yerdədir. zordur. 9-cu Doqquzuncu siyahımız siyahı. baxın. Maaşın bitməyidir özdə. Bir də məncə ən qorxulusu da bilirsiniz nədir? Birdən birə ona niyəsə Silesir Məmməd zəng edir. O Silesir Məmməd deyil. Ona görə o qorxur. Nə var siyahıda? Birinci siyahıda. İstəyirsən birinci siyahıda. Mən yer sözünü Sen siyahı ilə danış. əvəz eləyə bilərik. Buradan müraciət eləyirəm Onda akademiyaya. siyahım məlum. Ən birinci yerdə həyat yoldaşının mesajları görməsi qorxusu. Oo, hansı mən WhatsApp falan da yeyəcək, hə? Instagram ola bilər, WhatsApp ola bilər. Bayaq dediyin Silesar Məmməd burada Keçərlidir, mesaj yazıb. mesaj yazıbsa və adını Silesar Ürək atıbsa. Məmməd sən niyə Ürək mesaj atsın. İkinci yerdə nədir mənə çox maraqlı. atval almaq qorxusu. Evli kişidir. Evli kişinin fobiyası. Atval almaq qorxusu. Nəsə bunu yazan. Başqa şeydən. Redaktor Yo hansı yo. dünyadadır? Yo elə deyil, elə deyil. Atval necə ala bilər evli Ala kişi? bilər, ala bilər. Arvadından atval ala bilər. Elə şey Qulaq olar. as. Evli kişi Futbola getmək istəyirsən, atval al. Deyir yox. Evli kişi ümumiyyətlə atvallar niyə o situasiyaya gəlib çıxıb ümumiyyətlə atval situasiyası? Bu başqa. Məncə siyahıda Xaldenik var. Səhv düşüb çox şey. 10-cu yer. Ən axırda toy dəvətnaməsi. Dəvətnaməsi. Yəni fobiyadır. Fobiya. Məncə bütün kişilərin. Xüsusən maaş bitibsə, Amma evli kişiyə siyah ümumiyyətlə hazırlayan adam ala olsun yəni. toy dəvətnaməsi, öz toyunun dəvətnaməsi. Belə siyahdır. Azərbaycanda dünyada çəkilmiş ən dəhşətli siyah verilişdir. Amma bəyənin, nə olar, yorum yazın. Tutulmaq qorxusu ola bilər bir qadınla hardasa bir yerdə. Ancaq xəyanət oldu. Evli kişilərin, bütün evli kişilər xəyanət mi edir? Qorxur da amma. Bir şey eləmirsənsə ondan qorxmağa başqa ehtiyac cür yox. gedir. Evli kişiləri niyə belə göstərdiniz? Yaxşı yerdən getdiniz. Xəyanət eləməyin. Bəli. Evlisiniz də bu arada. Bəli, siz? Bəli, mən də evliyəm. 7-ci sırada danışmalıyıq mesajı. Hamısı mesajla bağlı. Bizim redaktörün Danışmalıyıq amma bir qorxu ola bilər. Bu redaktörün birdən-birə. travmalardır məncə. Bunu hamısını yığsın psixoloq. Amma evdən birdən-birə danışmalıyıq gəlsə qorxar da. Neynəmişəm ki? Evdə nəsə tutub, məsələn, hansı alt geyimi tutub yoldaşı. Bəli. Gəl evə. Özdə kişi alt geyim.
O da niyəsə qorxur. Niyə qorxursan? Mənimdir deyənmir. Hardasan sualına cavab vermək 4-cü sıradadır. Fobiya sayılır. İşdən çıxıb getmisən dostlarınla. Hardasan? Əgər yoldaşa deyirsən ki, sən də öz podruqalarından get, mən də öz dostlarımla, onda qorxu olmur, fobiya olmur. İcazə edirsən. Bəlkə gecikir. Hardasan məncə siyah. De hardasan? Yerini söylə mən gəlim. Tamam. Diş həkimi, dentofobiya. Bu Önlə dəxil var evli kişiyə lan. Evli kişi diş ağrıyır. Mən valla bu siyahı möhtəşəm həqiqətən. Siyahı çox yüksək IQ-lü bir insan. redaktorunda oradan psixoloq ehtiyac var. Maraqlıdır ki. Belə şey yox. Evli olmayan adam dişindən qorxmur. Ha ha, çək bütün dişlərimi, mən evli deyim. Diş həkimi qorxusu Diş ən həkimi. populyardır özdə bu. Və Azərbaycan dünyadadır. Yəni dünyada diş həkimi var. Bu çünki bu ailə həyatına aidiyyatı heç biri yoxdur bunun. Bəlkə onun diş həkimi onun Arvadıdır. saxladığıdır. Laziya. Diş həkimi qorxusu var. Oldu hamısı? Ondan Hamısı oldu. qutardı. Hamısı qutardı. Ondan bitirdik. Çox gözəl. Heç kömək eləmədi zə. Hamısını özüm oxudum. Travmatik özüm bir o tamam verəm. Əgər siz evli kişilərin həqiqətən qorxduğu Haydi. şeyləri düşünürsünüz ki, bundan evli kişilər qorxur, Bəli. şərh yerinə yazın. Şərh yerinə yazın. Növbəti Siz verilişdə nədən qorxursunuz, əgər- Sizin siyahı. Redaktoru işdən çıxartdıq. Sizin yazdığınız Gəlib siyahını. bizdə redaktor işləyə bilərsiniz. Bitdi siyahılarımız. Çox gözəl. Onu bir şey tapşırıq verək. Ən məşhur yalanları yazın. Biz onları növbəti verilişdə oxuyacağıq. Və Onlarda bunu siyahı eləməklə hazırlayacağıq. bilirsiniz yəqin ki, redaktorun torbasını tikmiş olursunuz. Çox sağ olun. Şad oldum. Mən də şad oldum. Sağ olun. Görüşərik.